ilk insan işığın yaradanın yarattığı bütün almaq arzusudur və bu almaq arzusu 600.000 hissəyə və ya 60 ribo 600.000 nəfslərə bölünür. Və mən o vəziyyətə çatanda ki, onları islah eləyirəm, bu mənim baxış bucağımdan belədir ki, mən o sistemin bir hissəsi olduğum üçün bütün sistemi islah eləyirəm. Amma bütün sistemi yox, yalnız onun islahı üçün səbəb ola biləcəyim qədərini düzəldirəm. Sistemdəki öz payımı təsəvvür edədiyiniz çox maraqlıdır. Siz 60 ribo nəfs adlandırdığınız bir kütlədən bəhs edirsiniz. O kütlə ilə mənim əlaqəm nədir? Mən onun bir hissəsiyəm. 60 ribodan 600.000-dən bir hissə. Bu 600.000 və başqa müxtəlif hissələrdir. Mən isə bütün sistemin yalnız bir hissəsiyəm. Amma əgər özümü islah eləmək yolunda gedirəmsə, mən özümü düzəlmiş sistemə nisbətən düzəldirəm. Onu islah elədiyim dərəcədə. Uşaq üçün dediyimiz kimi, həyatdan bir nümunə gətirmək olar. Bəzən uşağa belə deyirik. İndi sən, tutaq ki, bağçaya gedirsən, başqaları ilə dalaşma. Amma onlar mənlə dalaşır. Niyə belə eləyirlər? Biz də deyirik ona ki, yox, əgər sən özünü yaxşı aparsan, sən görəcəksən ki, hər kəs səndən yaxşı davranır. Bəli, çox yaxşı bir nümunə gətirdiniz. Bəli, mən özüm şadam buna. Əgər biz bütün nəfslərə, bütövlükdə bəşəriyyətə belə yanaşmağa başlasaq, kəşf edirik ki, bizdən başqa hamı artıq islah olunmuş vəziyyətdədir. Hamı islah olunub. Amma onda mənə yalnız özümü islah eləmək qalır və özümü islah elədiyim dərəcədə hamı islah olmağa başlayır. Hamı uyğunlaşır, hamı düzəlir. Beləliklə, mən öz şəxsi islahıma çatmış oluram. Hər kəsdə eyni qaydada və bundan sonra Rafael Mikabziyel adlanan son islah gəlir. Yəni, bütün nəfslər hər biri özünü digər ruha olan əlaqədə islah edir və hər şey birləşir.